Heydər Əliyev Fondunun vitse-prezidenti Aydiya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Kəlbəcər rayonunda Kəlbəcər Bal Festivalı keçirilib. Festivala Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından, eləcə də digər bölgələrdən məhsullarını brendləşdirmiş 37 arıçı fermer qatılıb. Kəlbəcər Bal Festivalı 2025-də yerli arıçıların iştirakı ilə bal və digər arıçılıq məhsullarının nümayişi, bu istiqamətdə innovativ yanaşmaların və texnologiyaların təqdimatı, bal məhsullarının degustasiyası və milli mətbəx nümunələrinin təqdimatı, eləcə də uşaqlar üçün əyləncə zonaları təşkil olunub. Bal festivalında qeyd edim ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından olan öz məhsullarını brendləşdirmiş fermerlər iştirak edir. Bundan başqa burada Azərbaycan digər bölgələrindən olan da arıçı fermerlər öz məhsullarını təqdim edirlər. Festivalın gələcəkdə beynəlxalq səviyyədə təşkili də planlaşdırılır. Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov bildirdi ki, ötən il Azərbaycanda arı ailələrinin sayı 579 minə çatıb. Bal istehsalı 2023-cü illə müqayisədə 13,04% artıb. Subsidiyaların hesabına arı ailələrin sayı demək olar ki, 2,5 dəfəyə qədər artıbdır. Bundan sonra da azad olunmuş ərazilərdə, Şərqi Zəngəzurda, Qarabağda da arıçılığa xüsusi önəm veririk, xüsusi dəstək verəcəyik. Müxtəlif yeni avadanlıqlar var idi ki, onlar da dövlət güzəştinə salınacaq və arıçılar onları da əldə edəndə dövlət güzəştlərinə yararlana biləcəklər. Hər il Kəlbəcərdə bal festivalının təşkil olunması nəzərdə tutulur. Prezidentin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev də bal festivalının gələcəkdə ənənə hal alacağını dedi. Bu tədbiri dövlət başçısının tapşırığına əsasən keçirdik. Bu ilk tədbir idi, bal festivalı. Tədbirin əsas məqsədi ölkə başçısının tapşırığına əsasən Kəlbəcər balını tanıtdırmaq, ölkədə inkişaf etdirmək və ölkə xaricində təmsil eləmək və onu markaya çevirmək. Festival yerli arıçıların dəstəklənməsinə, onların yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə, həmçinin regionun tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə turizmin inkişafına töhfə verəcək. Eləcə də aqro, eko və kənd turizminə marağın artırılması, bölgənin musiqisinin, rəqslərinin, mətbəxinin, milli mədəni irsinin təbliği əsas hədəflərdəndir. Füzuli rayonundan gəlmişəm. Məhsullarınızı gətirmişsiniz. Bəli, məhsullarımızı gətirmişik. Bu bir ilkdir, çox gözəl haldır. Burada balın dadı ilə, gözəlliyi ilə bərabər onun tərkibinə bir vətən həsrəti də qatılır. O niskil həsrət artıq şükür olsun ki, Allaha sona çatdı. Kəlbəcər balı aldıq, bir xeyli şey almışıq, tək bal deyil, hətta çay falan da var bunların içərisində. Kəlbəcər balı bir markadır artıq. Yəni necə ki, məsəl üçün nar deyəndə Göyçay yada düşürsə, bal deyəndə də Kəlbəcər canlanır. Qarabağ zonasının bir çox yerindən burada ballar təqdim olundu və ən çox xoşuma gələn Kəlbəcər balı oldu. Qeyd edək ki, Kəlbəcər balı ölkəmizin tanınmış brend ballarından hesab edilir. Onu fərq edən isə Kəlbəcərdə bitki örtüyünün çox zəngin olmasıdır. Mədəni Niknəcat, Rüfət Bayramov, Sənan Bəhrəmli, ATV Xəbər, Kəlbəcər.